Deməli, təxminən ötən həftə, bir qədər dəqiq desək, həftənin sonlarında, yəni 3-4 gün öncə mən buradan Bibi Heybət ərazisindən, bir qədər də dəqiq desəm, Bakı-Salyan şosesinin 7-ci kilometrliyindən danışdıq və buradakı vəziyyəti göstərdik ki, sonuncu yağıntıdan sonra burada əməlli başlı sürüşmə var, yerdəyişmə prosesi izlənilir və təbii ki, buradakı çəkilişlərdən sonra aidiyyatlı qurumların məlumatı oldu, əraziyə gəldilər, baxış keçirdilər, monitoring keçirdilər və s. Amma bugünkü vəziyyət, yəni ötən gündən, ondan əvvəlki gündən başlayan yağıntıdan sonra, yəni son yağıntıdan sonra proses daha da qəlizləşib burada, yerdəyişmə prosesi daha da aktivləşib. Ona görə də Bibi Heybət istiqamətində, yəni Bakı-Salyan şosesi bəlli bir nöqtədən bağlanıb nəqliyyat vasitələrinin hərəkətinə və bu yoldan artıq nəqliyyat vasitələri hərəkət eləmir. Və ərazidə aidiyyatı qurumunun mütəxəssisləri var. Onlar bura gəliblər və burada monitoringlər aparırlar, sürüşmənin aktivliyini müşahidə edirlər, ərazidən nümunələr götürürlər ki, görək buradakı vəziyyət nə dərəcədə təhlükəlidir, ümumiyyətlə burada proses hansı istiqamətə doğru irəliləyir. Amma biz yamac boyda baxanda diqqət yetirənə görürük ki, yuxarı tərəflərdən torpaq qatı axır, yola doğru gedir və mən indi bunu bir qədər qabağa gedəcəm, oradakı vəziyyətdə göstərəcəm. İndi diqqət yetirsəz görərsiniz ki, ərazidə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları da var, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da var, Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri də buradadır. Monitoringlər aparılır, araşdırma aparılır və paralel olaraq yoldakı o sürüşmədən sonra baş verən o vəziyyəti, qəzalı vəziyyəti də aradan qaldırmağa çalışırlar. Baxaq görək proses necə gedir, indi detallı şəkildə sizə göstərəcəm. Diqqət yetirsəz görərsiniz ki, verin istinad divarının arxa tərəfi yamacdan torpaq kütləsi axıb gəlib. Baxın. Və burada bax belə bir iri çatlar əmələ gəlibdir. Daş, qaya parçaları istinad divarının arxa tərəfində qalıb. Təbii ki, divar olmasa axıb yola gələrdi. Buradakı çökən hissənin dərinliyinə baxın. Baxın, buradakı vəziyyətə. İndi mən qabağa gedib istinad divarının yoldan necə qopduğunu, necə aralandığını sizə göstərirəm. Baxın, görürsünüz. Divar hər iki istiqamətdə səkidən və yoldan bu qədər, yəni sağa aşıb da, deyərdim ki, aşmaq üzrədir artıq. Ona görə də bu nöqtədə aidiyyatı qurumunun əməkdaşları işləyir. Baxın, bu nöqtəyə fikir verin. Burada artıq əməlli başlı yer dəyişmə prosesi var. Görürsünüz, asfalt qatının altındakı daşlar, mişar daşlar artıq yerini dəyişir və buradakı kollektor yaxşı vəziyyətdə deyil. Ona görə də aidiyyatı qurumun əməkdaşları, mütəxəssisləri burada işləyirlər ki, o vəziyyəti, o problemi aradan qaldırsınlar. Və burada iş gedir. Çox dəhşətli bir çöküntü var burada, çox qəliz bir vəziyyət yaşanır. Baxın, buradakı çalanın dərinliyini sizə göstərəcəm. Fikir verin. Yəni divarın altı yoxdur. İstinad divarının altı artıq çöküb. Yəni istəyirəm göstərəm, mümkün qədər göstərməyə çalışıram buranı. Fikir verin. Alt tərəf, yəni bax yoldur. Yoldan istinad divarının alt hissəsi, yəni təməl hissəsi demək olar ki, yoxdur. Yəni ki, bu boyda istinad divarı havadadır hazırda. Havada, altı yoxdur. Altı çöküb. Yolun da düz mərkəzi ilə böyük bir çat əmələ gəlib, sürüşüb. Bilirsiniz, çatın böyüklüyünə baxın, yolun mərkəzi istiqaməti ilə çat düz digər tərəfə doğru davam edir və ona görə də yəqin ki, indiki vəziyyətdə buradan istifadə eləmək təhlükəli olduğuna görə məhz bu yol avtomobillərin hərəkətinə tam olaraq bağlanıb.